2021-ci ildən yenilənmə dövrünə qədəm qoyan Azərpoçt artıq 4 ildir ki, öz mövcud biznes sahələrini inkişaf elətdirir, yeni xidmət sahələrini istifadəyə verir. Və bu keçən 4 il ərzində Azərpoçt daima çalışıb ki, media ilə, eləcə də ictimaiyyətlə daima iki tərəfli kommunikasiyanı inkişaf elətdirsin. Media ilə sıx əməkdaşlıq qurmaq istiqamətində mühüm addımlar atılıbdır. Bugünkü tədbirimiz də elə bu addımlardan növbətçisidir.